Buyurur ki, oruç tutan hər saniyə, hər dəqiqə ibadət halındadır. Hətta evində xalçanın üstündə otursa, yəni heç nə eləməsə də, oruç tutursa, saniyə və saniyə ibadət halındadır o. Heç bir nə, məsələn, namaz qılır, nə Quran oxuyur bu saatda hal-hazırda tutaq ki. Evində oturub tək, məsələn, xalçanın üstündə, hal-hazırda nə zikir deyir, nə namaz qılır, nə dua oxuyur, heç nə oturub, buyurur ki, o hər halda ibadət halındadır. Mələm yəğtəb muslimən, o vaxta qədər ki, bir müsəlmanın qeybətini eləməsin. Elə ki, qeybətə başladı, vəssalam. Nə qədər ki, qeybət eləməyib, Ramazan ayında oruc halındadır, ibadət halındadır. Qeybət elədirsə heç nə, ibadətdən çıxdı. Bu ayda təkcə pislik eləməkdən çəkinmək yox, həm də yaxşılıq eləməyə çalışmaq lazımdır. İmam Həsən Əskəri əleyhissalam buyurur ki, oruc niyə vacib edildi sualına? Deyir ki, ona görə ki, zənginlər yoxsulları yada salsınlar. Yəni, bilsinlər ki, yoxsul insanlar var əhatədə, ətrafda.